Sakinlərin iddiasına görə ərazidə fəaliyyət göstərən tikinti şirkəti köhnə binanın sökülərək yerində yeni yaşayış binasının inşa ediləcəyini bildirib. Bunun üçün binanın bir hissəsi sökülüb, tikinti meydançası hazırlanıb. Ancaq 2 ilə yaxındır ərazidə hər hansı tikinti işi aparılmır. Naxçıvan şəhərinin Afiyəddin Cəlilov küçəsində yerləşən və yerli şirkətlərdən olan Fortuna şirkətinə məxsus tikinti sahəsindəyik. Adı çəkilən şirkət təxminən 2 il öncə bu ərazidə müvafiq yaşayış binalarının tikiləcəyini və burada əvvəl yaşayan insanların evlə təmin olunacağını vəd etsə də, sakinlər şikayət edərək bildirirlər ki, ötən müddət ərzində heç bir əməli tədbir görülməyib. Heydər Əliyev 22 ev 3-də yaşayıram. Kazımova Fərdə İsmail qızı. Elə bir 2 il bundan qabaq Fortuna şirkətindən 6-7 nəfər gəldi bizim evə. Dedilər belə gözünüz aydın, ev söküləcək, sizə ev verəcək, təmiz evə gedəsiniz, belə filan. Nəysə, hamı da sevindi, gəldilər, öşdülər, pişdilər. Heç nə ortada olmadı. 2 ay, 3 aydan sonra dedilər ki, sizin evinizi satın alırıq. Bizə elə dedilər. Dedik, bizə nə ev verildi, nə müqavilə bağlandı, nə pul verildi, nə heç nə. Gəldilər, aşağı mərtəbələri sökdülər. Qışda biz biabırçı vəziyyətdə yaşadıq. Birinci mərtəbələri hamımız çəkiliş eləyin, görün. Birinci mərtəbələr mən də bağışdan elə bir zibilxana kimi istifadə olunur. Burada dəfələrlə elə bir cəb oturub içib eləyirlər. Burada yanğın oldu, biz 102-yə zəng elədik. Mən özüm şəxsən fövqəladə hallara zəng elədim. Dedilər, biz maraqlanmırıq. Ali Məclisə biz nümayəndəliyə getdik. Dedilər ki, Fortuna nə deyirsə onu da eləyəcək. O da bizə heç nə demədi. İcra nümayəndəliyinə getdik. İcra hakimiyyətinə dedilər bizlik deyil. Gedin şirkətə gileyiz elən. Və biz Fortuna bizi gəlib bu vəziyyətə salıbsa, baxın görün burada insan yaşayar. Fəridə Kəzimova deyir ki, şirkət onların tələblərinə məhəl qoymur. Fortuna şirkəti bizə deyir ki, get nə edirsən elə. Şəxsən Seyid mənə deyir ki, get nə edirsən elə. Nəcəfova Sevda İslam qızı, Heydər Əliyev 22, ev 11 sakiniyə. Sizin hal-hazırda şikayətiniz nədən ibarətdir? Aşağıda 4 dənə tükan söküblər. Yerdə qalan 8 nəfərin evi orada durur. Amma biz orada yaşaya bilmirik. Niyə? Onlar söktükləri yeri ayaq yoluna çevrilibdir. Orada gəlirlər, mundarlayırlar. Ayaq yolu kimi istifadə edirlər. Siz hal-hazırda siz bu binada yaşayırdınız bu binada? Bəli, hal-hazırda mən orada yaşayıram. Sadəcə olaraq Bakıya qonaq gəlmişəm, özüm də müəlliməyə. Başa düşdüm. Sizə nə deyildi bura sökülərkən? Bizə Fortuna şirkətindən Seyid adında bir şəxs bizə yaxınlaşdı ki, bəs biz sizi kiraya çıxardacağıq. Biz də razılaşdıq onlarla. Amma buna baxmayaraq heç bir bizə nə kira pulu verildi, nə də ki bizə kira üçün evlər tapıldı. Heç bir şey. Onlar nə dedisə biz onlarla razılaşdıq. Siz həmin şirkətə müraciət edib probleminizi demisiniz? Biz hər yerə müraciət eləmişik. Naxçıvanda, Ali Məclisə də getmişik, Nazirlər Kabinetinə də. Və sizə müraciət edərkən nə cavab verildi? Bizə dedilər ki, verin Fortuna şirkətini məhkəməyə verin. Kim dedi bunu sizə? Hansı qurum dedi? Ali Məclisdə dedi, Nazirlər Kabineti də dedi, fövqəladə demədi. Yox, fövqəladə demədi. Amma orada söküntünü saxladılar. Bəs Fortuna şirkəti sizə rəsmi olaraq bir cavab verdi? Fortuna şirkətinin o böyüyü idi. Hacı Fərdə xanım yanınızdasa soruşun. Bax, onun adı Hacı kim idi? Unuttum, Hacı Yusif. Bir də Fərdə. Sizə nə deyildi, nə məlumat verildi cavab olaraq? Bizə məlumat verdiklərini eləmirlər. Onlar dedilər ki, bizdən qabaqçı yerdə tikinti aparırıq. 2 ildir. Bəli. Orada da kəhriz. Orada mən uşaqlıqda orada doğulmuşam, orada böyümüşəm. Orada da kəhriz vardı. Mən onlara dedim ki, siz qazdığınız yerdə tikinti apara bilməyəsiniz. Çünki o vaxtları Təbriz qaysıncasının yeri həminki yerə düşür. Biz hazırda Naxçıvan şəhərinin mərkəzində yerləşən yaşayış binalarının birindəyik. Daha dəqiq desək, Heydər Əliyev prospektində yerləşir bu bina. Yarı sökülük vəziyyətdədir. Amma buna baxmayaraq insanlar burada hələ də yaşayır. Təbii ki, bu şəraitdə buna yaşamaq demək olarsa. Sakinlər iddia edir ki, yerli şirkət olan Fortuna şirkəti tərəfindən təxminən 1 il öncə müraciət olunub və
binanın söküləcəyi, yerində yeni bina tikiləcəyi və sakinlərin evindən təmin olunacağı bildirilibdir. Amma buna baxmayaraq heç bir belə deyək, verilən vədlər tutulmayıb. Sakinlər deyir ki, yarısı sökülmüş binada yaşamaq həm təhlükəli, həm də çətindir. Onların sözlərinə görə divarda çatlar yaranıb, binanın vəziyyəti əvvəlkindən daha da ağırlaşıb. Ən böyük narahatlıqsa tikinti işlərinin nə vaxt bərpa olunacağı ilə bağlı qeyri-müəyyənlikdir. Məlumat üçün qeyd etmək istəyirik ki, layihənin icrasında yaranmış gecikmələrin əsas səbəblərindən biri layihə üzrə müəyyən düzəlişlərin, texniki optimallaşdırmaların və gələcək sakinlərin rahatlığını təmin etməyə yönəlmiş təkmilləşdirmələrin həyata keçirilməsi olmuşdur. Hazırda qanunvericinin tələblərinə uyğun olaraq layihə sənədlərinin hazırlanması və zəruri icazələrin alınması prosesi tamamlanmışdır. Tikinti işlərinə başlanılır və layihənin icrası mərhələli şəkildə davam etdiriləcəkdir. Növbəti mərhələdə ərazidə yaşayan sakinlərlə və maraqlı tərəflərlə konstruktiv dialoqu davam etdirərək layihənin icrası ilə bağlı məsələlərin qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində həllinə çalışacağıq. Hazırda sakinlərin əsas istəyi problemin həll olunması, tikinti işlərinin bərpa edilməsi və təhlükəsiz yaşayış şəraiti ilə təmin olunmalarıdır. Ümid edirlər ki, məsul qurumlar və aidiyyəti tərəflər onların narahatlığını nəzərə alacaq və məsələyə aydınlıq gətirəcəklər. Həmid Zakiroğlu, Vüsali Səid, Space TV, Naxçıvan.